Müəllimlərin əmək haqqında ciddi artım var. Məktəb direktorlarının əmək haqqında ciddi artım var. Bu çox böyük bir şeydir. Dərsliklərin keyfiyyəti mənim məlumatıma görə getdikcə yaxşılaşır. Məktəblərimizin maddi-texniki vəziyyəti, binalarımız, laboratoriyalarımız, idman avadanlıqları əvvəlki səviyyədən xeyli yaxşıdır. Belə işlər gedir. Eyni zamanda bütün dövrlərdə təhsil elə bir sahədir ki, problemlər də olub, bugün də var. Çox güman ki, nə qədər çalışsaq da dünyanın heç bir ölkəsində bütün arzulara çatmaq mümkün olmuyordu. Biz də arzuluyoruz ki, daha yaxşı olsun. O istiqamətdə gedir, ancaq əlbəttə hamısına nail olmaq da bugün mümkün deyil.